Ramazan ayının gəlişi ilə əlaqəli olaraq bir çox hamilələrin direktimə verdiyi suallardan biri: doktor, hamiləlik dönəmində mən oruç tuta bilərəmmi? Əziz hamilələr, hamiləlik dönəmində mədə-bağırsaq sistemi dəyişən hormonal artışa bağlı olaraq zaten reflü kimi, halsızlıq kimi, iştahasızlıq, mədə bulanması kimi bir çox şikayətlərlə hamilələri narahat edir. Və bir də qeyd edim ki, hamiləlik zamanı qan şəkəri normal insanlara nisbətən daha çox dalğalanır və qan şəkəri əsasən düşməyə meyillidir. Qan şəkərinin hamilələrdə belə dalğalanmaları, həmçinin aşağı düşməsi də cif qan dövranında bir sıra problemlər yaratdığına görə biz buradan hamilələrə üzümüzü tutub deyirik ki, hamiləlik dönəmində oruç tutmaq məsləhət deyil. Hamiləlik dönəmində bu şəkərin eniş çıxışları əlbəttə ki, körpəyə öz mənfi təsirlərini göstərir. Çünki oruçluq dönəmində ana bir sürə ac qaldıqca körpənin də enerji mənbəyi tükənmiş olur. Hətta belə körpələr doğulduqdan sonra bir sıra ciddi problemlər də yaşaya bilər. Xüsusən də hamiləliyin ilk 3 ayında oruç tutan qadınlarda düşük riski daha çox olmuşdur. Ana bir müddət qidalanmazsa, bu zaman körpənin qlükoza və enerji mənbəyi tükənə bilər və belə körpələr hətta doğulduqdan da sonra ciddi fəsadlarla üzbəüz qala bilər. Ona görə də əziz hamilələr, oruç tutmaq körpəyə və anaya bir çox problemlər yaratdığından dolayı məsləhətim odur ki, hamilələrə oruçluq zamanı oruç tutmasınlar. Bu və bu kimi videolarımın davamını görmək istəyirsinizsə, o zaman YouTube kanalıma abunə olmağı unutmayın.